Salam, hörmətli tamaşaçılar, efirdə xəbər vaxtıdır. Sizinlə mən Turad İbrahimovayam. Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri var. Belə ki, Mərkəzi Kriminal Polis Departamenti verib. O, Mühafizə Polisi İdarəsinin sədri kimi fəaliyyətini davam etdirəcək. 2019-cu ildən patrul polisinin rəhbəri olan Vaja Siradze Tbilisi Polis Departamentinin direktoru olub. Xariba kimi tanınan Zviad Xarazişvili də vəzifəsindən istefa verib. Xarazişvili bundan sonra Daxili İşlər Nazirliyinin xüsusi təyinatlar idarəsinə rəhbərlik etməyəcək. Onu Roman Kartsivadze əvəz edəcək. Kadr dəyişikliyinə əsasən Levan Kvitsiyani Kvemokartli Polis İdarəsinə rəhbərlik edəcək. Marneuli Bələdiyyəsinin İctimai Kitabxanasında Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə uşağın uşaqlığını əlindən alma kampaniyası çərçivəsində məktəblilərlə maarifləndirici görüş keçirilib. Şagirdlərin fikrincə erkən nikah halları hələ də qeydə alındığı üçün sözü gedən kampaniyanın həm ölkə miqyasında, həm də regionda təbliği çox vacibdir. Görüş zamanı məktəblilər polis materiallarından erkən nikahlarla bağlı real hekayələri əks etdirən video çarxlara baxma imkanı da əldə ediblər. Uşağın uşaqlığını əlindən alma adlı kampaniya davam edir. Artıq 6-cı dəfədir ki, Gürcüstan miqyasında belə kampaniya həyata keçir. Kvemokartlidə Bonlisdən başlandı, Marneulidə davam edir. Burada 18 yaşadək şəxsi nikaha və evliliyə zorlamanın yol verilməz olması haqqında söhbətlər aparıldı. Mövzu ilə əlaqədar real həyatdan götürülmüş video çarxlar göstərildi. Görüşdə ictimai məktəb şagirdləri iştirak edirlər. Erkən yaşda nikah mövzusu bizim bölgədə çox sıx rast gəlinsə də, ümum Gürcüstan miqyasında da bu məsələ artıq narahatçılıq yaradır. Qızları nikaha məcbur edirlər. Qızlar kiçik yaşda şiddətə məruz qalırlar. Marneulinin uşaq bağçalarında yay qrupuna uşaqların qeydiyyatı iyunun 15-dən 30-na dək mümkün olacaq. Bu barədə Uşaq Bağçaları və Məktəbə qədər Təhsil Mərkəzinin hüquqşünası məlumat verdi. Onun sözlərinə görə qeydiyyat üçün valideynlər mərkəzə müraciət etməli, ərizə yazaraq hər iki valideynin iş yerindən arayış təqdim etməlidir. Mərkəz Marneuli şəhəri Ağmaşenebeli küçəsi 27 ünvanında yerləşir. Xatırlatmaq istərdik ki, yay qrupu Marneulinin bir saylı uşaq bağçasında fəaliyyət göstərəcək. Təlimlər isə iyulun 31-nə dək davam edəcək. Yay qrupu bir saylı bağçada, yəni tut bağı kimi tanınan bağçada fəaliyyət göstərəcək. Qeydiyyat, nömrələmə və sıra ilə davam edəcək. Hər iki valideyn çalışırsa və uşağı evdə saxlamağa imkanı yoxdursa, bu cür ailələrə imkan yaradırıq ki, yay qrupuna yazılsınlar. İyul ayının 1-dən 31-i də daxil olmaqla uşaqlar yay bağçasında tərbiyə alacaqlar. Əgər uşaqlar çox olarsa, tələbat olarsa, İkinci qrupu da aça bilərik. Bələdiyyəmizin həm kəndlərindən, həm də şəhərdən bizə müraciət edə bilərlər. Hər iki valideynin iş yerindən arayış gətirilməsi yetərlidir. Müəllimlərin peşəkar inkişafı və karyera yüksəlişi üçün yeni sxem çərçivəsində bir il ərzində Gürcüstan üzrə 108 müəllim mentor olub. Marneulidə müəllimlərin sayı statusa görə bu cür müəyyənləşib. 26 mentor müəllim, 128 aparıcı müəllim və 397 nəfər praktikant statuslu pedaqoq, 31 nəfər isə axtarışda olan müəllim statusu daşıyır. Müəllimlərin ixtisas inkişafı və karyera irəliləyişinin yeni sxeminə əsasən Marneuli ictimai məktəblərində 2128 pedaqoq çalışır. Onlar statuslarına görə fərqlənirlər. Mentor, aparıcı, baş müəllim və praktiki müəllim.
32 nəfər mentorumuz, 155 nəfər aparıcı müəllimimiz var. Baş müəllimlərin sayı isə hamısından çoxdur, 1545 nəfərdilər. Onların bir neçəsi 2 məktəbdə çalışır. Praktiki müəllimlər qeyri-gürcü dilli məktəblərdə hələ ki fəaliyyətdədirlər. Amma 2026-cı ilin sentyabrına dək onlar da statuslarını yüksəltməlidirlər. Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Nazirliyin müvafiq qurumları ilə sıx əlaqələr nəticəsində son günlər həyata keçirilən kompleks tədbirlər çərçivəsində 21 əcnəbi vətəndaş Gürcüstandan çıxarılıb. Mövcud qanunvericiliyə uyğun olaraq Gürcüstandan çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib. Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri də qanuni əsası olmadan Gürcüstanda olan əcnəbi vətəndaşların müəyyən edilərək ölkədən çıxarılmasıdır. Gürcüstan Müdafiə Qüvvələrinin 2-ci Piyada Briqadasının 23-cü Piyada Batalyonunun taktiki qrupu təlim və qiymətləndirmə proqramını uğurla başa vurub. Təlim Döyüş Hazırlığı Mərkəzinin müşahidəçiləri tərəfindən qiymətləndirilib. Təlim və qiymətləndirmə proqramının məqsədi bölmənin taktiki imkanlarını təkmilləşdirmək və qiymətləndirmək olub. Və salam, hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın.